Deməli, bugün 12 Mart 2026-cı il Əli Mehdizadə ad gününü təbrik edirik. İnşallah 30 yaşın sənə uğurlu gətirsin. Gələcək həyatında daima uğurlar, şans uğurlar arzu edirəm. Ailəndə hər zaman xoşbəxt olasan, sevib seviləsən. Rayonumuzun hər zaman sevilmişsən. İnşallah toyunda dostlar, qardaşlar hamımız birlikdə iştirak edək. Gördüyümüz kimi bugünkü təşəbbüs çox gözəl təşəbbüsdür, ağac əkmə. Yəni 30 yaş 30 ağac deməkdir. İnşallah bu ağaclarda böyüyər. Yolda keçən hər bir camaat sərin, gözəlcə gedərlər, yolda istirahət edərlər. Bundan da rayon icra hakimiyyəti birinci müavini Həsən müəllimə təşəkkürümü bildiririk ki, bizə bu təşəbbüsü şərait yaratdığına görə Yaşıllaşdırma İdarəsinə də təşəkkür bildiririk. Sağ olsun, var olun, təşəkkürlər. Gələnlərin də hər Buyur Əli bəy. Gələnlərin də hər birinə, yanımda olanların hər birinə təşəkkür edirəm. Dostlar, tanışlar, Yaşıllaşdırma İdarəsi, sonra blogerlərimizə təşəkkür edirəm. Əsas odur ki, şükür Allaha deyir, o arzuya çatmaq istəyirsənsə sakit durmalısan. Şükür Allaha ki, 5 nəfər, 6 nəfər mənə yaxın olan adamlar oldu. Əsas o da arzuma çatdım və cəmiyyətə, insanlara, vətəndaşlara xeyirli bir əmələ sahib oldum. Çox şükür ki, bu sevinirəm. Təşəkkür edirəm, minnətdarım. Sağ ol. Təbriklər. Qardaş, sənə Allah uzun ömür, can sağlığı versin. Gözəl, həqiqətən gözəl iş gördün. Yeni yaşın uğurlu olsun, şərli olsun. Allah səni həmişə xoşbəxt eləsin. Sağ ol. Videonun əvvəlində çıxış eləmişəm. Aslan abimizin arzusuna qoşulam. İnşallah növbəti sənin bu yanva, ətrafa yığışan dostlar toyuva yığışar. Amin. Amin. Sağ ol. Allah razı olsun. Sağ olun. Sağ ol, Allah Danışıq. razı olsun. Sağ ol. Var olun. Sağ olun.